Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə lise və gimnaziyalara keçirilmiş qəbul sınaq imtahanı 4-ün riyazi məntiq suallarının izahını təqdim edəcəm. Daha əvvəl YouTube kanalımda e, riyaziyyat suallarının izahını təqdim eləmişdim və orada daha çox kütlə bizdən riyazi məntiq suallarının izahını istəyirdi. Dərsdən indi vaxt eləyib çəkə bilirəm riyazi məntiq suallarını. İnşallah çəkən kimi də YouTube kanalında yerləşdirəcəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın ki, bu tip suallar, bu tip qəbul imtahanları başdan bəri, yəni birinci sınavdan bəri YouTube kanalımda var. Siz də izləyə bilərsiniz. Deməli, 41-ci suala baxaq. Deyir, rəqəmlər müxtəlif olan və 8-ə tam bölünən ən kiçik 6 rəqəmli natural ədədin rəqəmlər cəmini tap. Deməli, 6 rəqəmli deyirsə 6 dənə xətt çəkirik. Ən kiçik dediyi üçün 1, 0, 2, yəni ön hissəyə ən kiçik ədədləri yazırıq. Çünki bizim işimiz son 2 rəqəmləndir. Çünki 8-ə bölünən ədədlər həm 2-yə, həm 4-ə bölünür. 4-ə bölünənlər də son 2 rəqəmi 4-ə bölünməlidir. Burada da biz deməli 8-ə bölünmədə də biz bilirik ki, mütləq şəkildə son 3 rəqəm 8-ə bölünməlidir həm də. Ona görə 3 yazmışamsa, buranı 6 və buranı 8 yazaram. Çünki 368 8-ə qalıqsız bölünür. Bunun da rəqəmləri cəmi eləyir 20. Yəni doğru cavab olur B variantı. İkinci sualda deyir ki, buna uyğun olaraq baxıb bunu tamamlamalıyıq. Burada deməli 2 ilə 5-i toplayıb 7, 5 ilə -8 toplayıb -3. 6 ilə -4 2, -4 3, deməli y -1-dir. Z deməli 1 ilə -5-in cəmi -4-dür. X isə bura -1-dirsə Z ilə bunun 2-in cəmi eləyir deməli müsbət 1. Bizə X -1, Y 1 və Z -4-ün cəmini bu 3 ədədin hasilinə vurmağımızı istəyir, yəni müsbət 4-ə. Bu eləyir 0, bu da 0, cavab eləyir 0, yəni C variantı. Deyir, 2025-ci il ən azı neçə il sonra ilin rəqəmləri kvadratları cəmi 2026-nın rəqəmlərinin kvadratları cəminə eyni olar. 2026-nın rəqəmlərinin kvadratları cəmi 4 üstə gəl 36, yəni 44-dür. 2026-nın üzərindən neçəyə gəlsəm, 36 gəlsəm, eləyəcək 2000 belə deyək 62, yəni rəqəmlər yeri dəyişəcək. Bunun da yenə də rəqəmlərin kvadratları cəmi eyni olacaq D variantı. Bu sualı cavablarla da işləmək mümkündür. Daha sonra 44-cü test tapşırığına baxaq. Deyir, 4 qardaş hər biri müxtəlif sayda ən az bir dənə olmaqla qoğal yeyirlər. Deməli, bir qardaş 6 dənə qoğal yeyib. Deməli, qalan belə deyək də, ikinci qardaş, üçüncü qardaş, bir də dördüncü qardaş qalıb. Və deyir ki, bu 4 qardaşdan 3-ü cəmi 18 qoğal yeyib. 3-ü cəmi 18 qoğal yeyibsə, mən bu qalan 3-ünü 18 yaza bilmərəm. Çünki 6 ilə 18-in cəmi 24 olar, amma cəmi 21 qoğal yeyilib. Onda deməli, bu birinci, ikinci, üçüncü qardaş 18 qoğal yeyibsə, dördüncü qardaş 3 qoğal yeyib. Onda deməli, tutaq ki, belə deyək də, ən az biri bir dənə qoğal yeyib, onda burada olacaq ən çox yeyən 11 dənə yeyə bilər, yəni C variantı. Daha sonra 2 dənə ilbiz verilib, deyir ki, bir bağçada bərabər kvadratlara bölünüb, birinin sürəti yavaşdır, birinin daha sürətlidir. İndi bizə deyir ki, bunlar ilk dəfə hansı deyir ki, ilk dəfə A nöqtəsinə çatanda, buna görə yavaş ilbiz ilk dəfə A nöqtəsinə çatanda, digər ilbiz hansı nöqtəyə çatar? Baxın, bu bundan 2 dəfə daha çox gedir. Məsələn, baxın, yavaş ilbiz 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 7 dama getməlidir ki, gəlib çatsın A nöqtəsinə. Ona qədər bu S nöqtəsindəki ilbiz deyə, belə deyək, 14 dama getsin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və gəlib D nöqtəsinə çatar. Yəni, doğru cavab olacaq 45-də D variantı. Çünki digəri ondan 2 sürəti daha çoxdursa, elə bilin ki, biri 1 dama gedəndə, digəri 2 dama gedir ona görə. 46-cı sualda da Z-lərin yerinə 1 yazsam, Y-lərin yerinə 9 yazsam, bu fərq eləyir 12. 12-yi də 4-ə bölsəm 3 üstə gəl, 3 üstə gəl, 3 eləyir. Yəni B variantı. Daha sonra 47-ci sualda Lalə, Aynur və Nuray eyni marketdə çalışırlar. Bazar ertəsindən bazar gününə qədər 7 gün ərzində hər gün 2 nəfər işləyir. 7 gündə hər gün 2 nəfər işləyirsə, deməli, cəmi 14 dəfə işə, yəni bunlar cəmi 14 dəfə işləməlidirlər. Deməli, Lalə 3, Aynur 5, deməli, onda Nuray 6 gün işləməlidir ki, cəmi 14 eləyə bilsin. Yəni, D variantı.
Burada da deməli bizə deyir x, y, z-dən x, y çıxanda cavab eləyir 315-i. Deməli x 3-dür. X 3-dürsə bu 4-dür. Bu 4-dürsə bu da 9-dur. Bir-birindən çıxanda. Bunların da cəmini istəyir. 3 üstə gəl, 4 üstə gəl, 9 eləyir 7, 16. Yəni D variantı. Daha sonra rəqəmlərin hasili 28-ə bərabər olan, rəqəmlərin hasili 8-ə bərabər olan bütün 3 rəqəmli natural ədədlərin cəmini tapın. Birinci birdən, istəsəz bu ədədlərin hamısını yaza bilərəm. 124, 142, 118, daha sonra 241, 2 ilə başlayan ardıcıl getsəz həmişə düzgün yazacaqsınız. Daha sonra 214, 222, daha sonra 421, 412 və belə deyək, 412 və 811-dir. Bunların hamısının rəqəmləri cəmi eləyir 2886, yəni doğru cavab olur A variantı. Burada 9, 4, 5 yazılıb. Bu ədədlər bizə demir ki, bu ədədlərdən düzələn ən böyük ədəd. Ən böyük ədədi demir. Deyir ki, buradan bir ədəd düzəldi, onu təklik rəqəminə vursa ən böyük olsun. Deməli, siz onda bu ədədi ən böyük götürməyin. Bunu təklik rəqəminə ən böyük götürün. Və 549-u 9-a vuracaqsınız. Bu da eləyəcək 4941, yəni C variantı. 51-ci sual həmişə riyazi məntiq dərslərimizdə işlədiyimiz sual tipləridir. Biz şagirdlərlə bunlardan tez-tez işləyirik. 4-ə bu aralıqdakı 4-ə bölünənlərin sayını tapmaq üçün birinci 98 ilə 996 arasında 4-ə bölünən ən kiçik ədədim 100-dür. Ən böyük ədədim isə 996-dır. Biz bu aralıqdakı ədədləri tapmaq üçün sayını 996-dan 100-ü çıxırıq. 4-ə bölünən dediyi üçün bölürük 4-ü, üstünə 1 gəlirik. Bu eləyir 225. 6-ya bölünən deyirsə, bu aralıqdakı ən kiçik 6-ya bölünən ədəd 102-dir. Ən böyük 6-ya bölünən isə 996-dır yenə də. 996-dan 102-ni çıxırıq qaydaya əsasən. 6-ya bölünən dediyi üçün 6-ya bölüb üstünə 1 gəlirik. Bu da eləyir 150. 225 150-dən 75 vahid çoxdur, yəni A variantı. 52-ci sualda deyir, yazılışında yalnız 4, 5, 6 rəqəminin iştiraki etdiyi ədədlər maraqlı ədədlər desək, bu zaman Gülay dəftərinə bütün 4 rəqəmli maraqlı ədədləri yazır. Məsələn, baxın, bu bilirik ki, bu həm 4-ə, həm 3-ə bölünməsi üçün son 2 rəqəmi önəmlidir. Məsələn, son 2 rəqəm 44 olanda, bunun rəqəmləri cəmi 8 elədiyi üçün, bura 64, 46, 44 və 55, 44 yazsam, bu ədəd həm 4-ə, həm 3-ə bölünəcək. Sonra bu ədədlərdən düzələn hansı rəqəmin sonluğu, yəni belə deyək də, 4-ə bölünür 56-nın. 56-nın da əvvəli rəqəmləri cəmi 11 elədiyi üçün rəqəmləri cəmi 10 əvvəl atmalıyam. Bu da 6, 4, 4, 6, 56 ola bilər. Bir də 5, 5, 56 ola bilər. Daha sonra son 2 rəqəmi hansı düzələndə 4-ə bölünür? 64 ilə bitənlər. Sonu 64-lü rəqəmləri cəmi 10-dur. Elə eləməliyim rəqəmləri cəmi 3-ə bölünən olsun. Ona görə 65, yəni artıra bilərəm. 56-nı artıra bilərəm. 64. Bir də belə deyək, 50, deməli 6, deməli 44, 64-ü artıraram. Heç bir ədəd bir-biri ilə eyni olmadığı üçün artıq rahatlıqla saya bilərəm. 9 dənə olur D variantı. Daha sonra bu 53-dəki kəsri ixtisar aparsam, bura 8, bura 12 yazaram. Bura 4, bura 6, bura 2, bura 3. Başqa ixtisar getmir. Ona görə 12, 6, 3, ən kiçik 21 yazmaq mümkündür. Yəni, doğru cavab B variantı. Deyir, deyir, ailənin cəmi 8 olmalıdır. Dənizin isə cəmi 7 olmalıdır düzəltdiyi ədəd. Bu ədəd elə bu sual 4-cü siniflərində riyazi məntiq suallarında var idi. Bu ədəd alına bilər, məsələn, düzələ bilən ədəd, yəni desək, 251 düzələ bilər. Çünki 251-in rəqəmləri cəmi eləyir 8. Bir də 241 düzələ bilər. 241-in də rəqəmləri cəmi eləyir neçə? Belə deyək. Rəqəmlər cəmi eləyir 7. Başqa məncə 7 ilə düzələn ədəd yoxdur, eyni olması üçün. Biz eyni 2 ədəddən istifadə edirik. Bir də ədəd istəyirsiniz yoxlaya bilərik. Məsələn, başqa cəmi 7-yə 8 getirmək üçün 7-dən istifadə eləsəm, deyək 1, 0 olsun. 6-dan istifadə eləsəm, deyək 2 dənə 1 olsun. Belə deyək, 2 dənə 1 lazım deyil. Axı bizə deyir ki, ancaq bu ədədlərdən düzələn eyni ədəd ola bilməz.
5-i istifadə edirsəmsə 3 lazımdır, 0 yoxdur. 2, 1 ona görə götürürəm. 4-də də 2, 2 yaza bilmərəm. Ona görə bizə rəqəmlər arasında halinin cəmi 3, 8 olan 3 dənə rəqəm seçir. Yəni deməli 3 dənə rəqəmi seçirsə bu fərqli ədədlər olmalıdır. Ona görə bu da 2 vur 1, 2 eləyir ən çox. Yəni A variantı. Deməli, bu sualda deyir, Günel düz xət üzərində 7 dənə nöqtə qeyd edir. 1, 2, 3, 4, 5, 6, 7. Bunun arasında da hərəsinin arasında qırmızı nöqtələr. 1, 2, 3, 4, 5, 6. Bunların hər biri arasında belə deyək, yenə də mavi nöqtələr. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, 12 oldu. Nöqtə 1, 12, 6, bir də 7. Yəni, cəmi neçə nöqtə oldu? 25. Doğru cavab olur A variantı. Rahat bir şəkil çəkərək də həll eləyə bilərdik. 56-cı sualda burada bizə deyir ki, qutular üzərində topların üzərində rəqəmlər yazılır və bizə deyir ki, bu rəqəmlərin bərabər olması üçün birinci qutudan hansı rəqəmi çıxardıb ikinci qutuya yerləşdirməliyim. Birinci qutudakı ədədlər -3, 8, 7, 2, -1, -5'dir. Bunun cəmi eləyir 8. İkinci qutudakı ədədlər isə 9, -6, 1, -4, 4'dür. Bu qutunun da cəmi eləyir, belə deyək, 4. İndi 8-dən elə bir ədədi çıxıb 4-ün üzərinə gəlməliyəm ki, bunlar bərabər olsun. Burada da 8 çıx 4 bərabərdir 2x-a, 2x bərabərdir 4-ə, x deyir 2. Deməli, 2 ədədini götürüb digər ədədlərin içərisinə qoymalıyam. D variantı. Burada deyir ki, aşağıdakı 2 ədəd, məsələn, baxın, yəni burada o demək istəyir ki, 18-i 2-də 1-də vurdum 9. Bunu da 3-də 2-yə vuranda eləyir 3. 3-ü 3-də 2-yə vuranda eləyir 2. Sonra 2-də 1-i 3-də 2-yə vururam. 2-lər gedir, bura qalır 3-də 1. 9-u 3-də 1-ə vururam 3. 3-də 1-i 3-də 2-yə vururam, eləyir 3-də 2. Bunlar da 3-ü də 3-də 2-yə vuranda da bunlar ixtisar gedir, cavab eləyir 2, yəni A variantı. Daha sonra baxırıq növbəti test tapşırığına. Deyir, 1-dən 9-a qədər rəqəmlərin yazıldığı kartlar verilmişdir. Bu kartların hamısından istifadə etməklə düzənlənən 9 rəqəmli ən böyük ədədin sinifindəki rəqəmlərin cəmi bir-birinə bərabərdir. Məsələn, bu olacaq ən böyük ədəd 951, 762, bir də 834. Çünki bu da 15 eləyir, bu da 15 eləyir, bu da 15 eləyir. Cəmlər 15 eləyir və burada milyonluqlar sinifinin, belə deyək, milyonluqlar sinifi bu təkliklər, bu minliklər, bu milyonluqlar 951-dir, yəni D variantı. 59-cu sualda bizə deyir ki, aşağıda hər biri üzərində bir ədəd olan 6 kart verilmişdir. Sevda bu kartlardan, deməli, bu kartların ikisini götürür və həmin ədədlər üzərindəki ədədlərin fərqini tapır. Götürdüyü kartların üzərində ədədlər bir-biri ilə qarşılı sadə ədədlərdir. Məsələn, birinci Sevda 55-i götürür. 55 ilə qarşılı sadə ədədlər hansılardır? Bilirik, qarşılı sadə ədəd birdən başqa ortaq böləni olmayanlardır. Burada 55 ilə qarşılıqlı sadə olan bir dənə 42-dir. Bir də 55 ilə qarşılı sadə olan 42-dir. Başqa var, baxaq. Deməli, 42 çünki oxşardır. Bu 5-ə bölünür, bu da 5-ə bölünür. Belə deyək, 11-ə bölünür. Bir 42-dir, düzdür. Bir də 55 ilə olan, bir elə 42-dir, bir də elə 63-dür. 63, bir 55 ilə 63. Daha sonra tutaq ki, götürürük 63-ü. 63 ilə, belə deyək, 63 ilə qarşılıqlı sadə olan elə 55-in özüdür bir dənə. Qalan hamısı 3-ə bölünür. 55-in özüdür. 35 olar, 35 də 7-yə bölünür. Təəssüf ki, olmur. Sonra 42 ilə olan, 42 ilə də olan qarşılıqlı sadədə 1-1 getməliyik. 3-ə bölünür bunlar, 3-ə bölünür. 42 ilə. 7-yə bölündüyü üçün bu da olmur. 42 ilə də bir dənə 55 qarşılıqlı sadə olur. 33 ilə qarşılıqlı sadələr olsa, 33 ilə qarşılıqlı sadə 33 3-ə bölünür, 11-ə bölünür. 33 ilə qarşılıqlı sadələr hansılardır? Deməli, belə deyək, 35-dir, 33 ilə 35-dir. Belə deyək, daha sonra 33 ilə bu 3-ə bölünür, 55 11-ə bölünür, olmaz, 3-ə bölünür. Bir də elə 33 ilə 35-dir. Əslində, buradan artıq cavab görünür ki, belə deyək də, fərqi ən böyük olan istəyir. Amma gəlin 30 ilə olanları da tapaq.
30 ilə olanlar bu 5-ə bölünür, 3-ə bölünür, getdi. 5-ə bölünür, 42 də 3-ə bölünür. Yoxdur 30 ilə olan. 35 ilə də olan 5-ə bölünənləri çıxsam, bir də 7-yə bölünən. 35 ilə olan da deməli olacaq nə? 33, bir də 35 ilə olan elə təkrarların əslində, yəni bir ala yazdığımdır. 35 ilə olan bir 33-dür. Deməli, bir də 35 ilə olan 30 getdi, 55 getdi, 33-dür, bir də 63-dür. Yox, 63 yoxdur, 63-dür, ikisi də 3-ə bölünür. Yox, 63-də, ikisi də 7-yə bölünür. Ona görə 33, 35 ilə olan 33 qarşılıqlı sadədir. Qalan heç biri yoxdur. Hamısını bir-bir təhlil elədim. İndi burada fərqi ən çox, yəni deyir Sevdan əldə etdiyi nəticə, yəni bu o deməkdir ki, 2 dənə rəqəm götürür və fərqi ən çox olmalıdır. Fərqi ən çox olan 55 ilə 42-dədir, çünki 13 eləyir fərqi, yəni B variantı. 60-cı sualda deyir, birinci səbətdə 48 dənə, ikinci səbətdə 66 yumurta var. Deməli, 48 və 66 yumurta var. Deyir, bunlardan müəyyən qədər yumurtalar götürdükdən sonra, deyir, burada qarşılıqlı sadə ədədlər alınır. Buna görə hansı ola bilər? Bu zaman variantla işləyə bilərsiniz. Baxın, hərəsindən eyni sayda götürübsə, bunu bölün 2-yə. Məsələn, 48-dən 3 çıxın, eləyir 45. 66-dan 3 çıxın, eləyir 63. Qarşılıqlı sadədir? Yox. Çünki ikisi də 3-ə bölünür. Bu bölün 2 eləyir 5. Çünki 5 dənə birinci səbətdən götürüb, 5 dənə ikinci. 48-dən 5 çıxıram 43. Deməli, 45-dən 43. Daha sonra 43. Burada isə 5 çıxıram, eləyəcək 61. Düzdür? 43 ilə 61 qarşılıqlı sadə ədəddir. Daha sonra 18-i böləcəkdik 9. 48-dən 9 çıxacaqdır 39. 66-dan 9 çıxacaqdır 47. Düzdür? 9 çıxanda 47 nədir? 57. Bu ikisi də 3-ə bölünür, ona görə deyil. Bunu 2-yə böləcəkdik 15. 15 eləyəcəkdi 33. Bundan 15 çıxanda da 1 eləyəcəkdi 51. İkisi də 3-ə bölündüyü üçün qarşılıqlı sadə olmayacaqdır. Deməli, hərəsindən 5-5 götürülüb, cəmi 10 dənə yumurta götürülüb. Yəni B variantı. Bu tip sualları cavablarla işləmək də bizə həm vaxt cəhətdən qənaət edir, həm də testləri daha yaxşı işləmiş oluruq. PDF əldə eləmək istəyənlər 051 595 1091 nömrəsi WhatsApp-ına yaza bilərsiniz. Sizdən tək istədiyim kanala abunə olmağı və videonu bəyənməyi unutmamaqdır. Əlimdən gəldiyim qədər çalışıram ki, video izahları tez yükləyim ki, siz də vaxtında yararlana biləsiniz. Buna görə kanala abunə olub, videonu bəyənməyi unutmayın. Əgər nəsə bir hesablama səhvi də olsa üzrlü sayın, çünki dərsdən çıxmışam və dərsə tələsirəm. Ola bilər müəyyən bir hesablama səhvləri ola bilsin. İnşallah növbəti video izahlarda görüşənə qədər. Sağ olun, salamat qalın.